Hörmətli müəllimlər, əziz şagirdlər, hər birinizi salamlayıram. Bir neçə müddətdir ki, video çəkə bilmirdim müəyyən işlərlə əlaqəli olaraq. Artıq yenə də növbəti videonu çəkirəm. İlk öncə abituriyentləri buraxılış imtahanlarının yekunlaşması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, gözəl nəticələrə sevinəcəksiniz və qarşıda blok imtahanda iştirak edəcək uşaqlarımıza da bol-bol uğurlar, zehin açıqlığı arzu edirəm. Və keçək biz suallarımızın izahına. Və bunu da qeyd edim ki, bundan öncəki videolarda güvən nəşrinə aid olan alqoritmlər bölməsinin diğer suallarını izah etmiştim. Sadəcə bu yazılı tələb olunan 15 sual var ki, onu da indi edəcəm. Belə ki, başlaya bilərik. İlk sual budur. İki müxtəlif ədədin əbobunu hesablayan alqoritmin blok sxemini qurun. Əslində bunu bir neçə variantda qeyd edə bilərsiniz, yaza bilərsiniz. Mən bunu gəlin belə bir izah edim ilk öncə sizə. Deməli, bizim iki ədədimiz var. Burada qeyd edək. İki ədədimiz var. Birinə A ədədi, birinə B ədədi deyə bilərik. Misal üçün biz müxtəlif ədəd daxil edək. Birinə 18, digərinə 12. Bu iki ədədin əbobunu artıq biz bilirik, amma proses necə olacaq ona baxaq. Deməli, bu ədədlərə baxırıq. Bu ədədlər müxtəlif olduğu anda baxırıq ki, hansı böyükdür. Burada baxırıq ki, A böyükdür. O zaman A'dan B'ni çıxarıq. Yəni 18-dən 12-ni çıxanda burada 6 alırıq. Və burada isə 12 özü qalır. Növbəti addımda isə yenə də böyükdən kiçiyi çıxırıq. Bu zaman B böyükdür. 12-dən 6-nı çıxırıq. Burada 6 qalır. Burada isə 6 qalır. Gördüyünüz kimi burada ədədlər bərabərləşdi. Bərabərləşdi və eyni zamanda aldığımız nəticə bizə əbobu verdi. Yəni A-nı da B-ni də əbob kimi biz götürə bilərik. Yəni burada dayanmağımız lazımdır. O zaman da ilk başda bir şərt verəcəyik. Şərtimiz bu olacaq ki, nə qədər ki A B-dən fərqlidir. Yəni bunu while ilə yazası olsa, burada yazıram ki, A fərqli bərabərdir B-dirsə, o zaman burada şərt verdim. Hansı böyükdürsə, böyükdən kiçiyi çıxdım. Yazırıq ki, if A B-dən böyükdürsə, altda yazacağıq ki, A bərabərdir A çıxaq B. Əks halda isə B bərabərdir B çıxaq A yazacağıq. Və sonunda ya A-nı ya B-ni çapa verməyimiz bizə əbobu vermiş olacaq. Bu bir üsul, indi bir qədər sonra proqramda yazacağım. İkinci üsul isə bu şəkildə fikirləşə bilərik. Bizim yenə də A ədədimiz var, B ədədimiz var. Yenə də 18 və 12-ni daxil edirik. Yenə də böyüklə kiçiyə baxırıq. Hansı böyükdürsə, böyüyü kiçiyə bölürük və qalığını yazırıq. 18-i 12-yə böləndə bilirsiniz ki, bölmə işarəsində qalığını tapmaq istəsək bu şəkildə yazırdıq. Yəni ki, bunu bilirik. 18-i 12-yə böləndə 6 qalır, burada 12-dir. 12-ni 6-ya böləndə qalıq 0 alınır, burada isə 6 alınır. Yenə də bizə lazım olan qiyməti burada gördük. Həmin bu qiymət də əbobdur, yəqin ki bilirik. Və burada gördük ki, burada 0 alındı. Demək ki, bunun şərtini də bu şəkildə verə bilərik. Nə qədər ki, A fərqlidir 0, 0-dır, and B fərqlidirsə 0. O zaman yenə də if verəcəyik və A B-dən böyükdürsə, A bərabər olacaq A faiz B. Əks halda isə, B bərabərdir B faiz A. Bəs çapa nəyi verəcəyik? Əgər burada yer dəyişikliyi eləsəydik, bunu da burada qeyd edirəm və bu şəkildə yazsaq, A-nı B-ni daxil edirəm. Burada 12, burada 18 daxil eləsəydik, burada 6 olacaqdı, burada 12 olacaqdı. Növbəti addımda 12-ni 6-ya böləcəkdik, qalıqda 0 alınacaqdı, burada 6 alınacaqdı. Yəni, öncəki misalda A-nı və yaxud da ki, B-ni çapa verməyin fərqi yoxdur. İkisi də bizə onsuz da əbobu vermiş olur. Amma burada gördüyünüz kimi fərqi oldu. Qiymətləri fərqli qoysaq, yer dəyişikliyi eləsək və əbob da fərqli olur. Burada isə B-dədir əbob. Bunu if-lə də verə bilərsiniz ki, əgər 0-a bərabər deyilsə, o zaman digər hal əbobdur deyə. Amma biz A plus B-ni çapa göndərsək, bu şəkildə yazsaq, A plus B elə bizə həmin əbobu verəcək. Burada da, burada da. Ümid edirəm ki, aydındır. Gəlin bunun blok sxemini quraq və burada yazıram. Bu proqramdan istifadə edirəm və istifadə qaydası haqqında da öncəki videolarda da izah etmişdim və bir neçə dənə də məsələni bu şəkildə izah etmişəm. Deməli, bu proqrama xas olan özellikləri var da bir daha xatırladıram. Bu nədir? Bizim istifadə edəcəyimiz dəyişənlərin tipini burada qeyd edirik. Bir qədər sonra yazarıq buna və gəlirəm burada input A-nı daxil elədim və ardınca input B-ni daxil edirəm. Bu şəkildə yazdım və şərtimizi verək. İlk şərti bu şəkildə verirəm. While deyirəm A bərabər deyilsə B-yə. Bu artıq dövrün içərisində if-i verə bilərik və if şərtindən istifadə edirik. Burada şərti necə verdik? A B-dən böyükdürsə, A böyükdürsə, B-dirsə, o zaman nə icra olunsun?
burada yazırıq ki, true hissəsində, yəni hə hissəsində A bərabərdir. Tərəfə keçək, A çıxaq B. Bunu yazdıq və digər halda, digər tərəfdə isə bu şəkildə yazacağıq. Yəni əks halda isə B bərabərdir, B çıxaq A. Bunu bu şəkildə yazdıq və yekun olaraq bizə dövrün dayanmasını göstərəcək. Elə ki, bunlar bir-birinə bərabər olacaqsa, olacaq və dövr dayanacaq. Odur ki, burada yazırıq output A. Və qeyd etdiyim kimi burada output B də yaza bilərik. Fərqi yoxdur. İkisindən birini yaza bilərik. Artıq bizim istifadə etdiyimiz dəyişənləri burada əlavə edə bilərik. Deməli, A-dan istifadə etdik və B-dən istifadə etdik və integer, int tipi seçirik və bu şəkildə yoxlaya bilərik. Deməli, biz daxil edirik 18 və 12. Gördüyünüz kimi bizə 6 qiymətini vermiş oldu. İndi isə ikinci üsuldan izahı göstərə bilərəm. Deməli, burada artıq yenə də A-nı B-ni daxil etmişik. Şərti dəyişirik. Dedik ki, nə edirik? A fərqlidirsə 0-dırsa and B fərqli bərabərsə 0-dırsa. Yəni and olduğuna görə ikisindən biri artıq 0 olan kimi dövr dayanacaq. Və bu şəkildə yazırıq. A B-dən böyükdürsə A-nı B-yə bölürük. A faiz B bu şəkildə yazıram. Əks halda isə burada yazıram. B bərabərdir B faiz A. Bu şəkildə yazdım. Və burada isə ekrana isə biz əbobu verə bilərik. Yəni bunu istəsək belə də yaza bilərik. Bura əbob deyib və burada isə ayrıca bir əbob bərabərdir A plus B yaza bilərik. Əməl blokunun içərisində. Və bu şəkildə də ola bilər. O zaman isə burada bir dənə əbob dəyişənini daxil edək. Əbob daxil edə bilərik. Və yenə də yoxlaya bilərik. 36 və 8 daxil edirəm. 4 nəticəsini vermiş oldu. Deməli, bu əbobun tapılmasıdır. Təbii ki, bunun proqramlaşdırma dilində də fərqli üsullarla həllini göstərə bilərsiniz. Amma mən burada dayanıram, keçək növbəti suala. Növbəti sual necədir? İki müxtəlif ədədin əkobunu hesablayan alqoritm blok sxemini qurun. Əslində bunu da bilirsiniz, riyaziyyat dərslərinə keçmişik. Əkob nəyə bərabərdir? Əgər əbobu tapmışıqsa, əkob A vuraq B bölək əbobdur. Və artıq biz əbobu bilirik. A-nı B-yə vuracağıq və burada da nəticəni alacağıq. Elə bu məsələnin üzərində davam etdirə bilərik. Bunu save edək. 1.2 bu şəkildə və indi gəlirəm bura. Deməli, burada necə edəcəyik ki, əgər biz əbobu tapmışıqsa, ki, burada əbobu tapmışıq və burada bir dənə bu şəkildə əməl bloku istifadə edirik və yazıram ki, əkob bərabərdir A vuraq B bölək əbob. Amma bu şəkildə yazaramsa bir xətamız olacaq. Burada düzəliş edim, izah edəcəm. Əkobu yazdım. Xəta nədən ibarətdir? Çünki burada mən şərt vermişəm. Baxın, burada şərt vermişəm. Şərt nədən ibarətdir? A və ya da ki B ikisindən biri 0 olduğu təqdirdə bu dövr dayanacaq. Yəni bu dövr dayananda A-nın ya da B-nin qiyməti 0-dır. Biz də burada 0-ı digər qiymətə vurduğumuz anda və əboba böldüyümüz anda əkobu ilə onsuz da bizə 0 verəcək. Burada diqqətli olmalıyıq. Ya burada A-nı B-ni başqa bir dəyişənə mənimsədib o şəkildə istifadə edə bilərik və yaxud da ki bu şəkildə yazıram mən. Öncədən belə bir hasil dəyişəni götürürəm ya da h götürə bilərsiniz, fərq etmir. A vuraq B-ni bu şəkildə yazırıq. Siz h götürək, daha qısa olsun. A vuraq B. Yəni burada h-ı tapıram. Artıq burada A vuraq B-nin yerinə h-ı yazsaq artıq düzgün olmuş olacaq. Və burada da əlavə edək. Həmin hissədə. Və bu əlavə etdiyimiz hissə, qeyd edim ki, kağız üzərində ehtiyac yoxdur. Sadəcə bu proqrama xas. Bunları biz burada göstərməliyik, qeyd etməliyik ki, bu düzgün işləsin. Və bu şəkildə yazdıq. Və çalışdıra bilərik. 18 və 12 daxil edirəm. 36 əkobu qiymətini almış oldu. Yenə də fərqli üsullarla həll edə bilərsiniz. Bu üsullardan biridir. Bunu da keçirəm bura. Yazıraq burada ikinci sualın həlli idi. Keçə bilərik üçüncü sualı. N faktoriyalı hesablayan alqoritmi blok sxemini qurun. N faktoriyalla bağlı çox məsələ qarşınıza çıxıb və bunu da burada gəlin yazaq. Deməli, bu şəkildə yazıram. İlk olaraq bizim bir n ədəd daxil etməyimiz lazım olacaq və bunu burada daxil edirik. Və n ədədimizi daxil etdik. N ədədi. Və şərt verəcək. Bunun da izahını burada qeyd edim. Yenə də bilməyənlər üçün. N ədədi daxil edirik. N faktoriyal nə deməkdir? 5 faktoriyal o deməkdir ki, 1 vuraq, 2 vuraq, 3 vuraq, 4 vuraq, 5. Yəni n-ə qədər, n daxildir. N-ə qədər birdən başlayaraq ədədləri bir-birinə vururuq. Deməli, 5 faktoriyal olsa da, 4 faktoriyal olsa da, yenə birdən başlayırıq və n-ə qədər. Biz başlanğıc olaraq bir qiymətini götürürük, təyin edirik ki, birdən başlayacağıq və bu hasili hər dəfə, yəni 1-i 2-yə vuracağıq, sonra alınan nəticəni 3-ə vuracağıq, bu nəticəni 4-ə vuracağıq, bu nəticəni 5-ə vuracağıq. O zaman
Bu nəticələri də mənimsədəcəyimiz başqa bir dəyişən götürəcəyik. Bunun da qiymətini 1 götürəcəyik. Niyə? Çünki hasildir. 0 götürə bilmərik. Cəmdə sayda olduğu kimi 1 götürməliyik. Və nə qədər ki bu şərt gedib 5-ə çıxmayıb, o zaman h bərabərdir, h vuraq i deyəcəyik. Və i-ni də bir vayd artıracağıq ki, i növbətdə 2 olsun, 3 olsun, 4 olsun, 5 olsun. Bu qeyd edim ki, while ilə yazdığımız andakı qaydadır. For ilə də təbii ki yaza bilərsiniz. Mən burada bu şəkildə yaza bilərəm artıq. Deməli, həmin dediyimiz qiymətləri burada qeyd edirəm. I bərabərdir 1 və h bərabərdir 1. Yenə də qeyd edək ki, kağız üzərində qeyd etsəz, bu i bərabərdir 1, h bərabərdir 1. Bunları bir blokun içərisində, bir figurun içərisində yaza bilərsiniz. Sadəcə burada ayrı-ayrı yazmaq məcburiyyətindəyik və while istifadə edirəm. Nə qədər ki, i kiçik bərabərdir n yazıram. N də daxildir deyə kiçik bərabər yazıram. Bu zaman h-ı vuracam i-yə. Və gəlirik, yoxlaya bilərik artıq. H bərabərdir, h vuraq i. H-ı i-yə vurduq və i 1-dir. 1 n-dən kiçik bərabərdirmi? Bəli, n-i 5 daxil etdiyimizi nəzərə alsaq, h-ı vurdu, 1-i vurdu 1-ə. Növbəti dəfə həmin bu nəticəni 2-yə vurmalıdır. Ona görə burada i bərabərdir i plus 1 yazırıq və məsələni bu şəkildə yekunlaşdırırıq və ekrana da h-ı çapa verə bilərik. İstifadə etdiyimiz dəyişənlər hansılardır? H idi, i idi və n idi. Burada da bunları qeyd etdik və yoxlaya bilərik. 5 faktorial, yəni 120 bizə vermiş olur. Bu da bu qiymət idi. N faktorialın tapılması qaydalarından biri, daha doğrusu belə deyək. Keçə bilərik növbəti suala. 3-cü sual idi bu. 4-cü sual. Burada isə bir qədər fərqlidir. Baxırıq ki, burada faktorialı tapırıq və üzərinə gəlirik. Faktorialı tapırıq, üzərinə gəlirik. Faktorialı tapıb üzərinə gəlirik. Bu zamanda bizim başlanğıcda bir S qiymətimiz olar. Yəni cəm, çünki bu bir cəmdən ibarətdir. S 0 olar və hər dəfə biz S bərabərdir, S plus H deyə bilərik. Yəni faktorial tapandan sonra bunları ayrı-ayrı hesablaya bilərik. Təbii ki, burada i-ni də artırmağı düşünürük və burada əlavə edək. Yenə gəlirəm. Elə bunun üzərində işləyə bilərik. H bərabərdir 1, i bərabərdir 1 və S bərabərdir 0 burada qeyd etdik. Və h-ı tapdıq. Burada da yazırıq ki, S bərabərdir S plus H. Bu şəkildə yazırıq. Vəssalam. Və artıq burada h-ı deyil, biz S-i çapa verməliyik. Və yoxlaya bilərik. Əslində nəticə olaraq burada da S-i əlavə edək. S-i burada yazıram. Görək ki, həqiqətən düzgün işləyirmi? 3 yazıram, 9 verir və gələk burada 4 yazaq, 33 verir və doğrudur. Yəqin ki, bildiniz artıq. Yəni 1 faktorial 1 edir, 2 faktorial 2 edir, 3 faktorial 6 edir və 4 faktorial isə 24 edir. 30 və 33. Bu şəkildə bunu da işləmiş olduq. 5-ci suala. 5-ci suala aid sual tipləri düşür. Bundan əvvəlki imtahanlarda da təcrübələr də var. Və baxmalısınız ki, bu şəkildə alqoritmi necə qura bilərik. İlk öncə diqqət edirsinizsə, S bərabər 1. 1-dən başlayıb bu şəkildə və 1-in üzərinə 2 bölü x kvadratı bu şəkildə və n-ə qədər. Deməli, biz n və x ədədlərini daxil edəcəyik. Proses n-ə qədər gedəcək. Hər dəfədə, yəni biz bu hissədən baxa bilərik. Bu hissədən baxsaq, s-in başlanğıc qiymətini 1 götürə bilərik. Çünki 1-in üzərinə artıq bunu gələ bilirik. Bunları 2-ni, 3-ü, 4-ü i kimi işarələsək, i-ni 2-dən başlada bilərik. Həmin 2, 3, 4-ü eyni zamanda burada istifadə edə bilərik. Yəni bundan ötürü başqa bir dəfədə dəyişəndən istifadə edib 2-yə bərabər etməyə ehtiyac qalmır. Və x-in də üzərində göstərməklə. Gələk burada göstərək. Deməli, burada yazıram. Bu bizə lazım olacaq və input dedik. Bizə lazımdır n, bizə lazımdır x. Bunları burada daxil etdik. Və başlanğıc qiymətləri də burada yazaq. S bərabərdir 1 yazıram. Sonra ardınca i-nin də 2 qiymətini burada qeyd edirəm. i də bərabərdir 2. i-nin 2 qiymətini yazdıq. Artıq dövrü istifadə edə bilərik. While yazıram. Proses hara qədər gedirdi? Proses n-ə qədər gedirdi. i kiçik bərabərdir n olduğu müddətdə və biz artıq burada yaza bilirik. S bərabərdir S plus i bölək. i bölək x üstü. Proqramlaşdırma dilində belə yazırıq. Amma bu proqrama xas olan deyək ki, hissə var. Bunu bu şəkildə 2 ulduz yazanda düzgün işləmir. Bu şəkildə yazıb məsələni həll eləyə bilərik. X üstü i yazırıq. i bölə x üstü i. Burada baxsaq bu şəkildə düşünmüşdük. i bölə x üstü i.
Gələn dəfə isə i artması lazımdır. i 3 olması lazımdır. Eyni zamanda burada qüvvət də artır. Görürsünüz, bu da artır. Ona görə bu hissədən sonra bir daha bu şəkildə yaza bilərik. i-ni bir vahid artırmalıyıq ki, növbəti hissəyə keçsin və i kiçik bər n olduğu müddətdə bu işi görsün və s-i çapa verək. S-i çapa veririk. Və burada yazdıq. Gəlirik istifadə etdiyimiz dəyişənləri burada qeyd etməyə. N daxillədir, x daxillədir, s və i-dən istifadə etmiş olduq. Sadəcə burada int tipini yox, çünki int tipi verdiyimizə görə bizə yekun nəticə olaraq tam ədədi, tam hissəni verəcək. Amma burada bir şəkildə bölmə nəticəsində qalıq hissəsi də görünməsi lazımdır deyə burada qeyd edirik. OK deyirik və çalışdıra bilərik. N-i 3, x-i 2 daxil etdiyimiz anda 1,875 alırıq burada. Əgər burada int hissəni dəyişməsəydik, bu hissədən söhbət gedir, bizə tam hissəni, yəni 1 verəcəkdir. O da nəticənin düzgün olmamasından gətirib çıxaracaqdır. Ümid edirəm ki, aydındır. Keçə bilərik növbəti suala, 6-cı suala. Bunu seyv eləyək. Bu 5-ci sual idi. 6-cı sual bu şəkildədir. 2 ədədin qarşılıqlı sadə olub olmadığını yoxlayan alqoritmin blok sxemini qurun. Əslində az öncə yazdığımız əbobun tapılması məsələsində mən bunu dedim. Əgər əbobu tapırıqsa və əbob 1-ə bərabərdirsə, demək ki, ədədlər qarşılıqlı sadədir. Bunu o yöndən də həll edə bilərsiniz. Və yaxud da ki, bu şəkildə yazaq istəyirsiniz. Deməli, bizə lazım olan ədədləri daxil edəcəyik bura. A-nı, B-ni daxil elədik. A ədədi və gəlirik buradan B ədədi daxil edirik. A-nı, B-ni daxil etdik. Deməli, bizə bir say dəyişəni lazım olacaq. Bu say dəyişəninin də qiymətini, başlanğıc qiymətini 0 götürürük. Say bərabər 0 yazıram. İndi bir qədər sonra yəqin ki biləcəksiniz. Bunu while-la da yaza bilərik. Dövr for-dan da istifadə edə bilərik. Burada məqsəd nə deməkdir? Burada məqsəd odur ki, 1-dən A-ya qədər proses gedir deyə düşünək. Yəni 1-nə qədər yoxlamalıyıq burada. İndi mən başlanğıc olaraq while-la yazaramsa, başlanğıc olaraq i bərabərli 1 götürməliyik. Amma bunu bu proqramı işlədə bilmək bacarığına görə siz for-la yazaq, bu şəkildə yaza bilərik. Bu zaman i-nin burada qiymətini təyin edəcəyik. 1-dən A-ya qədər yazacağıq. Və qeyd edim ki, buradakı A daxildir. Yəni A plus 1 yazmağa ehtiyac qalmır. i bərabər 1-dən A-ya qədər və burada gəlirik if blokuna istifadə edirik. Və bunun içərisinə yazırıq. Əgər A-nı faiz i bərabərdirsə 0 and B faiz i bərabərdirsə 0-a. Bunu artıq bildiniz. Yəni bu şəkildə ikisindən birinə qədər fikirləşsək, bura qədər proses gedəcək. A-nı i-yə böləndə qalta 0 alınırsa və B-ni də i-yə böləndə qalta 0 alınırsa, o zaman say artsın. Burada yazıram ki, say bərabərdir, say plus 1. Əgər bu say çox olacaqsa, o zaman bizə artıq sadə ədəd olub olmadığını tapa biləcəyik. Yəni çox olacaqsa demək ki, qarşılıqlı sadə deyil. Əks halda isə qarşılıqlı sadədir. Və sonda bir dəfə yoxlayacağıq artıq burada və gəlirəm. Burada bir dəfə yazırıq növbəti if. Əgər həmin bu say bərabərdirsə 1-ə, qeyd edim ki, burada 2 bərabər və 1 bərabər də istifadə edə bilərsiniz. Hər ikisində düzgün işləyir bu proqramda. Say bərabər 1-dirsə, o zaman qarşılıqlı sadədir. Bu şəkildə yazıram. Və əks halda isə yaza bilərik ki, qarşılıqlı sadə deyil. Və burada yaza bilərik, qarşılıqlı sadə deyil. Və bu məsələni də yazıq. Deməli, yoxlaya bilərik. Nəyəsə unutmuşuq burada. Burada dəyişənləri daxil etməliyik. A istifadə elədik, B istifadə elədik və bir də say istifadə elədik. Bir də i-ni də qeyd etməyi unutmayaq. I-ni yazmışıq burada. Deməli, yoxlaya bilərik. 17 və 3 ədədləri qarşılıqlı sadədir. Və gəlirəm 18, 6 qarşılıqlı sadə deyil. Bu ifadəni də burada gördük. Yəni ki, bildiniz artıq bu nə iş gördü. Yəni bölünürsə, məsələn 18 götürmüşüksə, 18 18-ə qədər ədədlərdən və eyni zamanda digər ədədlər həmçinin bölünənlər olursa say artdı. Say artdısa demək ki, artıq qarşılıqlı sadə deyil. Yəni qarşılıqlı sadə ədədlərində nə olduğunu bilirik. Yalnız bir böləni olanlar, ortaq bir böləni olanlar. Bu şəkildə getdik növbəti suala. Bu 6-cı sual idi, səhv etmirəmsə. Keçə bilərik. Daxil edilmiş ədədin sadə olub olmadığını yoxlayan blok sxemi quraq. Ctrl S deyə bilərik. 6-cı sual və 7-ci suala keçid alırıq. Sadə ədəd nədir? Bilirik ki, bölənlərinin sayı 2 olarsa bu qarşılıqlı bu sadə ədəddir. Bunu burada qeyd edə bilərik. Məsələn, deyək ki, 7 ədədi.
bölənlərin sayı 2-dir. Və 8 ədədi bölənlərin sayı 2-dən çoxdur. Və 1-in özü isə 1 ədədin isə nə sadə, nə mürəkkəbdir. Bunu da bilirik. Deməli 7 düşünsək, əslində bölənlərin sayını necə tapırıq? Buradan məsələni həll edəcəyik. Biz bölənlərin sayını tapmalıyıq. Bölənlərin sayını da tapmaqdan ötürü biz başladırıq. İlk bölən 1-dir. Hər bir ədəd üçün 1, 2, 3, 4, 5, 6, 7. Və yoxlayırıq ki, həmin bu 7, bu ədəd 7-yə qədər, yəni özünə qədər hansılara bölünürsə və bilirik ki, 1-ə bölünür və 7-yə bölünür. Ona görə də bunun bölənlərin sayı 2-dir və 2-dir, sadə ədəddir. 7-ni n kimi, bunları isə i kimi yaza bilərik. 1-dən başlayacaq, bir vahid arta-arta gedəcək, n-ə qədər. 8-ə necə edirik? 1, 2, 3, 4, 5, 6, 7, 8. Və görürük ki, 8 1-ə, 2-yə, 4-ə, 8-ə bölünür. Bölənlərin sayı 4-dür və 4 isə 2-dən çoxdur. 2-dən çoxdursa bu, demək ki, mürəkkəb ədəddir, qərarını verə bilərik. Və burada yazaq yenidən. Deməli, biz ədəd daxil edirik və bunu da öncədən yazırıq. Bir n ədədi daxil etdik və az öncə dedim ki, i bərabərdir 1, ilk böləni götürə bilərik. Və dövrlə yazırıq və while dövrlə yazırıq. For-la da yaza bilərdik. Artıq bundan yazıq keçirəm. I kiçik bərabərdir n yazıram. Yəni n-ə qədər bu proses, nə qədər ki i n-dən kiçik bərabər olanda nə etsin? N-i bölsün i-yə. Və burada yazıram ki, n-i i-yə bölsün və üstə gələkdəki yoxlasın. N faiz i bərabərdirmi 0-a? 0-a bərabərdirsə nə edək? Sayı artıraq. Sayı artırmaqdan ötürü təbii ki, burada da ilk olaraq, başlanğıc olaraq sayın qiymətini 0 qeyd edək. Və bu halda burada yazıram ki, say bərabərdir say plus 1. Sayı artırdım. Və bu sayı artacaq. Əgər bu daha çox olacaqsa, burada yazacağıq. Və ən nəhayət gəlirəm bura. If deyirəm, fin içərisində yazıram. Yazıram ki, say bərabərdirsə 2-yə, bunun artıq bildik nə olduğunu, ekranda göstərsin ki, ədəd sadə ədəddir. Bu şəkildə yazdıq. Və əks halda yazmıram ədəd mürəkkəb ədəddir. Çünki bir daxil edəndə artıq nəzərə almaqdan ötürü, o zaman bir dənə belə bir şəkildə yazıram. Bunun içərisində bir dənə if yazıram. Əgər bunu yaza bilərik, say böyükdürsə 2-dən, bu şəkildə, əgər 2-dən də böyükdürsə, output içərisində yazırıq ki, ədəd mürəkkəb ədəddir. Mürəkkəb ədəddir. Və əks halda isə nə sadə mürəkkəb burada yaza bilərik artıq. Nə sadə, nə də mürəkkəb. Bu şəkildə yazdıq və yoxlaya bilərikmi? Burada daxil etdikdən sonra bəli. Deməli, n-ə də daxil elədik, i dəyişəni daxil elədik və say istifadə etdik. Bu şəkildə yoxlaya bilərik. 7 ədədini daxil edirik. Burada isə biz neysə unutmuşuq. I bərabər i plus 1-i artırmadıq. Ona görə bizə nəticə vermədi. Burada yazıram. Deməli, yazırıq ki, i bərabərdir i plus 1. Bunu yazdıq və yenidən yoxlaya bilərik. 7 daxil edirəm, ədəd sadə ədəddir. 8 daxil edirəm, ədəd mürəkkəb ədəddir. Və 1-i də yoxlaya bilərik, nə sadə, nə də mürəkkəbdir. Burada üzrə hesab edin, düzgün yazmamışam. Belə, deməli, 7-ci sual da bu şəkildə idi. 7-ci sualı bu şəkildə yazdıq. Keçid ala bilərik növbəti suala. 8-ci sual. Diskriminantın qiymətindən asılı olaraq kvadrat təliminin həll alqoritmi hesablayan alqoritmin blok sxemini qurun. Deməli, biz burada yazıram. N deyək və ədədlər daxil edəcəyik. 3 dənə ədəd daxil edirik. A ədədi, B ədədi, kvadrat təlimlikdə bu şəkildə istifadə etdiyimiz A, B, C-ni daxil edirik burada. Və bunları daxil etdikdən sonra artıq biz diskriminantı yoxlaya bilərik. Yəni tapa bilərik. Və diskriminantı da bu şəkildə istifadə edək. Və D bərabərdir B kvadratı. B kvadratını bu şəkildə də yaza bilərik. Və yaxud da ki, elə B vuraq, B də yaza bilərik. Amma burada bu şəkildə yaza bilməyəcəyik. Çünki proqram bunu işlətməyəcək. B kvadratı çıxaq 4 vuraq A, vuraq C şəklində yazdıq. Deməli, diskriminantı tapdıqdan sonra biz diskriminantı yoxlaya bilərik, yoxlamalıyıq. Bilirik ki, diskriminant sıfırdan kiçik olanda həqiqi kökü yoxdur. Əks halda isə kökü var. Burada isə diskriminant sıfıra bərabər ola bilər. Bu bir-birinə bərabər olan bir kökü var deyək.
və yaxud da ki sıfırdan böyük olduqda isə, müsbət olduqda isə 2 kökü var. Bunu nəzərə almalıyıq. Və burada artıq d-ni tapdıqdan sonra şərt veririk. Və deyirəm ki, əgər d kiçikdirsə sıfırdan, bunu yazıram burada. Burada yazırıq. Ekranda nə göstərsin, onu yazırıq. Həqiqi kök yoxdur. Bunu yazdıq. Və əks halda nə ola bilər? Əks halda sıfıra da bərabər ola bilər, sıfırdan böyük də ola bilər. Bu zaman bunu nəzərə alırıq. Və d böyükdürsə sıfırdan, bu şəkildə yazıram. 2 kökü var deməkdir bu. Və burada qiymətləri göstərə bilərik. Qiymətləri o şəkildə göstərib, deməli yazaq. x1 bərabərdir. Və bunu necə yazacağıq? Bu şəkildə yazaq. Mənfi b plus bir dəfə kök altda d, bir dəfə minus kök altda d bu şəkildə yazır. Bu proqramda bundan istifadə edə bilirik. Square root'dan, SQRT-dən. SQRT d və bu cəmi böləcəyik 2a-ya. 2 vuraq a-ya. Və burada da unutmayaq ki, bunu mötərizə içində yazmalıyıq. Bu şəkildə yazdıq. 2 vuraq a şəklində yazdıq. x1 tapdıq. Və eyni zamanda burada da gəlib x2-ni tapa bilərik. Və x2 bərabərdir. Ctrl V. Mənfi b bu zaman minus. Bu şəkildə yazırıq. Və bunu da burada yoxlayaq. Və əgər square root yazmasaq necə yaza bilərdik? Bunu da burada qeyd edim. Özünüz istəsəz bu şəkildə yaza bilərsiniz. Məsələn, bunu burada göstərim. Kök altda 16 bərabərdir 4. Bunu bilirik. Amma bunu da bu şəkildə yaza bilərik. Kök altda 16 bərabərdir 16. Bunun əsası 2-dir də, yəqin ki bilirsiniz. Amma bu burada qeyd olunmur. 3 olanda, 4 olanda və s. qeyd olunur. 2 olanda default olaraq qeyd olunmur. Yəni bu da 16 üssü 2-də 1 deməkdir. Yəni bunun da kök altı ifadəsini bu şəkildə tapa bilirik. 4 üssü 2, 1 bölə 2 və bu da 4 verir. Yəni buradan da görə bilirsiniz. Yəni burada n olsa, burada x olsa, artıq bunu x üssü nə yaza bilərik? 1 bölə n yaza bilərik. Bu şəkildə yaza bilərik. Və bunun da yazılışını x üssü proqramlaşdırmada nəzərə alsaq 1 bölək n şəklində yekunlaşdıra bilərik. İndi bu şəkildə yazmadım, mən birbaşa bunu yazdım və əks halda isə bu halı, yəni d-nin sıfıra bərabər olan halı qaldı. Yəqin ki bunu bilirsiniz. Bunu da yazırıq ki burada x1 bərabərdir mənfi b və bölək 2 vuraq a-ya. Bu şəkildə yazdıq. Və indi çıxışa nə verəcəyik? Burada da hər birində x1, x2-ni ayrıca çıxışa verə bilərik. Bu şəkildə həm burada ya da burada belə bir iş görə bilərik. Deməli x2 bərabər olsun x1-ə, əgər bu hal ödənəcəksə, biz yekunda burada çapa verək. Və bunu da burada qeyd edə bilərik artıq. Burada yazıram ki x1 və output x2. Bu şəkildə yazdıq və lazım olan ifadələri burada qeyd edirik. Declare deyirik. Bizə lazım oldu burada yazdıq a-nı, b-ni, c-ni, d-ni. Sonra x1, x2-ni yazdıq. Hər birini düşünürəm ki, əlavə elədik burada. Bu şəkildə artıq qiymətləri yaxlaya bilərsiniz. A-nı 3, b-ni 5, 6 yazdıqda həqiqi kökü yoxdur. Baxdığımız anda. Keçə bilərik növbəti sualı. 8-ci sual idi bu. Bunu yaddaşa saxladıq və gəlirəm bura. En sayda ədədin ədədi ortasını hesablayan alqoritmin blok sxemini qurun. En sayda ədəd daxil edəcəyik. Bunu bildik. Ədədi orta nə deməkdir? Daxil etdiyimiz ədədlərin cəminin daxil etdiyimiz ədədlərin sayına bölünməsinə deyəcəyik ədədi orta. Bunu da bilirik. Amma en sayda ədəd necə daxil edək? Onu da burada yazıram. Deməli, yenə gəlirəm. Bunu bağlaya bilərik və buradan da yeni bir paylaşdıq. En sayda ədəd daxil edəcəyik və burada yazıram n. Yəni bu bizim daxil edəcəyimiz ədədlərin sayını bildirir. Və bunları daxil etdik. Əlavə olaraq mənə lazım olacaq cəm bərabərdir 0-dır və eyni zamanda say da bərabərdir 0-dır. Başlanğıc olaraq 0-dır. Düzdür? Və hətta while ilə yazarıqsa, for ilə də yazıb birbaşa içəridə göstərə bilərdik. While ilə yazıram, i bərabərdir 1. Və burada artıq dövrümüzü qeyd edə bilərik. I kiçik bərabərdir n.
Bu halı yazırıq. I n-dən kiçik bərabər olduğu müddətdə mən bir dənə ədəd daxil etməliyim. Yəni burada artıq bu şəkildə yazıram. Deməli bir dənə input daxil edirəm. A bərabərdir. Daxil etdiyimiz 5, 8, 3 bu şəkildə qiymət daxil edəcəm. Hər dəfə bu qiyməti daxil etdikdən sonra say bir bayda artacaq və əlavə olaraq cəm də A qədər artacaq. Və bu şəkildə yazıram. Deməli, cəm bərabərdir. Cəm bərabərdir. Cəm plus A. Əlavə olaraq say bərabərdir. Say bərabərdir. Say plus 1. Və eyni zamanda i-ni də artırmalıyıq ki, i də n-ə qədər gedib çıxsın. Və i bərabərdir i plus 1. Bu şəkildə yazdım. Yenə də gəlirəm buradan. Ekranda yazacağıq ki, cəm bölək, say. Sadəcə burada bir məsələ də var. Sayı mən burada hər dəfə A daxil etdikcə artırdım və sayı tapıram. Amma mənim daxil etdiyim elə n ədədi özü elə sayıdır. Yəni ki, razısınız. 5 daxil eləmişəmsə, mən 5 dənə ədəd daxil edəcəm və bu bir-bir sayır. Əslində, bunu saymadan da, yəni ki, yazacağımızı razısınız. İlk olaraq belə yazdıq və burada da artıq dəyişənləri daxil edək. N istifadə etdik, say istifadə etdik, cəm istifadə etdik, i istifadə etdik və A istifadə etdik. Bu şəkildə yazıram. Yoxlaya bilərik. Deməli, mən 4 ədədi daxil edirəm. Bu o deməkdir ki, mən bundan sonra 4 dənə ədəd girəcəm. Birinə 2 girirəm, birinə 3, birinə 5 və birinə də 4. Bu şəkildə qiymətlər daxil etdim. 3,5 qiymətini verdi. 2-nin üzərinə 3 gələndə 5 edir, 5-in üstünə 5 10 edir, 10-un üstünə 4 gələndə 14 edir. 14-ü 4-ə böləndə 3,5 edir. Yəni ki, aydın oldu. Əgər istəsək ki, burada az öncə dediyim kimi sayı yazmayaq, o zaman say dəyişəni burada yazmayacağıq, burada da hesablamayacağıq. Ən sonda cəm bölək n yazmaqla bunu yekunlaşdıra bilərik. Bu da növbəti sualın cavabı idi. Keçək digər suala. 10-cu suala. S bərabər 1 plus 1 bölü 2 çıxaq 1 bölü 3. Üstə ilə 1 bölü 4 və ən nəhayət 1 bölü n-ə qədər gedir. Bu məsələyə də fikir verdiyimiz anda görürük ki, hər dəfə 1-i bölür. Və burada kiçik bir nüans var. Bunu da burada nəzərdə tuta bilərik. Niyə? Çünki 1-i 1-ə böləndə 1 edib bu şəkildə yaza bilərik. Yəni 1-i saxlayırıq yuxarıda. Aşağıdakı isə bu dəyişən qiymətləri isə bir qiymətdən başladırıq. i-nin başlanğıc qiyməti 1 götürürük və hər dəfə 1 vaid artıra n-ə qədər gedirik. Və növbəti bir diqqət edəcəyimiz hal budur ki, burada necədir? Müsbətdir, mənfidir, amma burada başqa bir məsələ var. İlk olaraq mənfidən başlamayıb. Müsbətdən başlayıb, burada mənfi deyil. Deməli, biz bunu 1-dən başlada bilərik. 1-dən başladıb, növbəti dəfələrdə artıq bu halı nəzərə ala bilərik. Yəni elə bu şəkildə yazıq. S-i bərabər edək 1-ə, 1-dən başladıq və növbəti dəfədə i-ni də 2 götürək, 1-i bölə 2-yə və bundan sonra mənfi müsbət məsələsinin halını nəzərə ala bilərik. Deməli, onu da bu şəkildə yazaq. Gəlirik bura, Ctrl N deyirik. Və məsələni də burada görürük. İlk olaraq bizə lazımdır bu. Sonra n. N-i daxil etdik. N-i yazdıq burada. i bərabərdir 2 yazacağıq. S bərabərdir 1 yazacağıq. S bərabərdir 1. i bərabərdir 2. i bərabər 2. Adətən bu məsələlərdə mənfi, müsbət bu və yaxud da ki, müsbət, mənfi gedir burada. Amma burada gördünüz ki, 1-in də qarşısı müsbətdir, 2-də 1-in də qarşısı müsbətdir. Yəni ona görə bu şəkildə ayırdım və while bu şəkildə yazıram. i kiçik bərabərdir n, n-ə qədər bu iş görülsün. Həmin iş necədir? Və burada yazıram. S bərabərdir S plus 1-i böləcəm i-yə. 1 bölək i-yə. i-nin qiyməti 2 idi. Doğrudur, yəni ki, razısınız. Növbəti dəfədə isə i-nin qiyməti 3 olmalıdır. Bunu nəzərə alacağıq. Nəzərə almalıyıq ki, burada artıq qiymət növbəti dəfədə mənfi olur. Və bu halı da yoxlamalıyıq. İndi bunu yazaq. Bir qədər sonra düzəliş edərik. Və yazıram. i bərabərdir i plus 1. Bu şəkildə yazdıq. Belə olduğu halda hər dəfə toplayacaq. Yəni burada olan mənfi halı biz nəzərə almırıq bu yazdığımız qaydada. Mənfini də nəzərə almaq istəyiriksə, o zaman ilk olaraq bunu hesapladı, 1-i 2-yə böldü. Növbəti dəfəyə keçəndə bunu mənfiyə keçirdək, çevirək. Yəni onu da belə yaza bilərik. Başqa bir dəyişən götürürəm.
Burada yazıram ki k bərabərdir 1. Həmin bu ifadəni vururam k-ya. Bunu hətta belə yazıram, daha aydın olsun deyə. S plus k vuraq bu şəkildə. K 1'dir. 1'i 10'sa buna vuranda qiymət dəyişməyəcək. Növbəti dəfədə i 1 olacaq. K da o zaman nə olsun? K da olsun, burada yazıram. K bərabərdir mənfi k. Mənfi k bu şəkildə yazırıq. Ümid edirəm aydındır. Yəni növbəti dəfədə mənfi olacaq, mənfiyə vuracaq, işin görəcək, mənfi qalacaq. Bu işdən sonra, mənfi 3/1-dən sonra isə yenidən mənfiyə vuracağına görə müsbət halı olacaq. Və yekun olaraq da bunu burada yazıram. Deməli, burada gəlirəm. S-i çapa verək. Və daxil edə bilərik buradan. N daxil etdik, S daxil etdik, I daxil etdik və başqa K daxil etdik. Bu şəkildə yoxlayıram. Artıq qiymətləri yerinə qoyub özünüz nəticə ala bilərsiniz. Mən isə keçirəm 11-ci sualın cavabına. Bunu save eləyək və gəlirəm bura. 11-ci sualda nə deyir? Tərəfləri verilmiş üçbucağın düzbucaqlı üçbucaq olub olmadığını yoxlayan alqoritm blok sxemini qurun. Deməli, düzbucaqlı üçbucaqda bilirik ki, hipotenuzun kvadratı S-nin kvadratı bərabərdir A-nın kvadratı plus B-nin kvadratı. Bu buna bərabərsə deməli düzbucaqlı üçbucaqdır. Əks halda isə düzbucaqlı üçbucaq deyil yaza bilərik. Bizə lazım olan qiymətləri daxil edəcəyik. Bu lazımdır və inputları burada girək. A daxil edirəm, B daxil edirəm və C daxil edirəm. Və bunları daxil etdikdən sonra yoxlayıram. Deyirəm ki, əgər C vuraq C bərabərdirsə, A vuraq A, üstə gələk B vuraq B-yə. Yəni C kvadratı A kvadratı plus B kvadratının bərabərdirsə, düzbucaqlı üçbucaqdır. Bu şəkildə yekunlaşdıra bilərik. Düzbucaqlı üçbucaq. Bunu yazdıq. Əks halda isə düzbucaqlı üçbucaq deyil. Bu da bu məsələnin həlli, amma burada da bu proqrama xas bir daha deyirəm. C-ni, A-nı, B-ni daxil etməliyik. Burada düzgün işləsin. Keçə bilərik növbəti suala. 11-ci sual idi. 12-ci sualda nə deyir? Baxaq. Daxil edilmiş 4 rəqəmli natural edən rəqəmlərinin hasilini hesablayan alqoritm blok sxemini hesablayın, qurun. 4 rəqəmli natural ədəd. Yəni A, B, C, D kimi fikirləşə bilərik. Buradakı rəqəmləri necə tapacağıq? Düzdür, əslində bunu n rəqəmli olaraq da hesablaya bilərik. Hamısı deyək ki, ona aid olmuş olur, amma məsələnin şərtən 4 rəqəmli deyir və biz də bunu nəzərə almağa çalışaq. Və 4 rəqəmli ədəd burada qeyd edirəm. Məsələn, belə bir ədəddir. Bu ədəd 2783 ədədidir. 4 rəqəmi var və 4 rəqəmli olması üçün və baxırıq ki, 1, 0, 0, 0. Yəni, bu ifadə minimum bu ola bilər. Maksimum isə 9, 9, 9, 9. Əgər bu aralıqdadırsa, bu 4 rəqəmlidir. Bunu Python'da yazası olsa, burada da xüsusi deyək ki, iş görüb, sətrə çevirib simvolların sayını tapıb da yaza bilərsiniz. Python'da bu daha rahatdır. Burada da müəyyən bir qayda ilə yaza bilərsiniz, amma mən belə yazıram. Bu aralıqdadırsa, demək ki, 4 rəqəmlidir. Bu zaman nə edəcəyik? Bunun rəqəmlərini tapacağıq. İlk olaraq nə fikirləşə bilərik? Deməli, biz bu ədədi 1000-ə bölsək, 2-ni tapa bilərik. 2 tam. Düzdür? Yəni, bunu belə yazıram. Bunun A, bunun B, bunun C, bunun D olduğunu nəzərə alsaq, A bərabərdir və ümumi də A, B, C, D olur da, yəqin ki, bildiniz. A, B, C, D bölək 1000. Bunu tapdıq. Bəs bunu necə tapacağıq? Həmin bu ifadəni, yəni B-ni tapmaqdan ötürü, baxın, 7-ni tapmaqdan ötürü, bu ifadəni 100-ə bölərik. A, B, C, D bölərik 100, yəni 27 tamı taparıq və bunu da faiz 10 deməklə 7-ni tapa bilərik. C-ni necə edəcəyik? C-ni isə bu şəkildə tapa bilərik. Həmin bu ifadənin 100-ə bölünməsindən alınan qalıq 100-ə bölünəcək 27 tam 83 qalıq olacaq. A, B, C, D
faiz 100. Artıq bunu tapdıq. 83-ü. 83-dən də 8-i necə tapacağıq? Alınan bu qiymətdən böləcəyik 10-a. Və ən nəhayət 3-ü tapmaqdan da ötürü D də bərabərdir. A, B, C, D faiz 10 şəklində yaza bilərik. Bu aydındırsa, artıq biz məsələni burada yazacağıq. Deməli, Ctrl N deyək, növbəti məsələni burada yazmaqdan ötürü. Bu burada qalsın. Bizə lazım olacaq, məsələnin şərtini bir daha oxuyaq. Natural ədədin rəqəmləri hasilini hesablayan alqoritm blok sxemi hasilini tapacağıq. Burada yazıram. İlk öncə bir ədəd daxil edəcəyik. Həmin ədədimiz deyək ki, elə A, B, C, D-dir. Ədəd daxil etdik. Ədəd daxil etdikdən sonra artıq biz ədədin rəqəmlərini tapa bilərik. Deməli, ilk öncə bunları burada yazaq. A-nı tapaq. A bərabərdir. A, B, C, D bölək 1000. Amma burada da iki xətt işləməyəcək. Ona görə bu proqrama xas olaraq bu şəkildə yazıram. Və digər halda artıq B bərabərdir. B bərabərdir yazıram. A, B, C, D bölək 100 və faiz 10. B-ni tapdıq. Yenə də iki xətt işlətdik. Gördüğünüz gibi xəta verdi və C bərabərdir. A, B, C, D faiz 100 bölək 10. Bu şəkildə yazdıq. D də bərabərdir. A, B, C, D faiz 10. Bu şəkildə yazdıq. Bizə lazımdır ki, yekun nəticə bunları bir-birinə vursun. İstəsək bir dənə başqa bir dəyişən götürüb H bərabərdir. A vuraq, B vuraq, C vuraq, D şəklində yaza bilərik. Və ən nəhayət H-ı çapa göndərə bilərik. H. Və burada da yazırıq. H-ı istifadə elədik. A, B, C, D istifadə elədik. A, B, C və D. Bunları da yazdıq burada. Yoxlaya bilərik. Deməli, 2, 3, 4, 1. Bu qiyməti 24 verdi. 2-ni 3-ə vuranda 6, 6-nı 4-ə, 24, 24-də 1-ə vuranda 24 nəticəsini alır. Deməli, düzgün hesablamış olduq və keçirik növbəti suala. Bu da 12-ci sualın həlli idi. 13-cü sual. Tərəfləri verilmiş üçbucağın sahəsini hesablayan alqoritmin blok sxemini qurun. Üçbucağın sahəsini hesablamaqdan ötürü bizə lazımdır ki, daxil etdiyimiz üç tərəfin A-nı, B-ni, C-ni yarım perimetri tapaq. P bərabərdir. Bunu da yəqin ki bilirsiniz. A plus B plus C bölə 2. Bunu tapdıqdan sonra S bərabərdir. S bərabərdir. Kök altda P vuraq P minus A. Sonra vuraq P minus B vuraq P minus C. Bu şəkildə hər birini bir-birinə vurub və kök altı ifadə şəklində göstəririk. Bu qiyməti tapmış oluruq. Deməli, bunu da yaza bilərik. Artıq burada Ctrl N deyirəm. Bizə lazımdır A-nı, B-ni, C-ni daxil etmək. Bu A-dır. Bu B-dir. Və ən nəhayət C-dir. A-nı, B-ni, C-ni daxil etdik. Bundan sonra artıq biz perimetri tapa bilərik. Yarım perimetri tapırıq. Və P bərabərdir. Bu şəkildə yazaq. A plus B plus C və bölək 2. Bunu yazdıq. A-nı üstə B üstdən C və 2-yə böldük. Bu şəkildə yazdıq. Və bunun da davamında az öncə dediyim kimi S-i tapa bilərik. Artıq S bərabərdir. Kök altda içərisində yazacağıq bunu. Az öncə dedim əslində. İstəyirsinizsə ki, qüvvətin üstünə 2-də 1 də yazıb göstərə bilərsiniz. İlk öncə belə yazaq. Kökün hələ ki içərisini yazaq. P vuraq P minus A. Bu şəkildə yazdım. Sonra vuraq P minus B və bunu da vururuq P minus C. Bunu yazdıktan sonra yekun olarak bunu üstü 2'də 1, yəni 0,5 şəklində yaza bilərsiniz ya da kök altı şəklində də göstərə bilərsiniz. Yəni square root. Və bunu da yazdıktan sonra artıq biz S-i çapa verə bilərik. Burada gəlirik, S-i çapa verdik. A-nı daxil etdik, B-ni daxil etdik, C-ni daxil və S-i daxil etmiş olduq və eyni zamanda P-ni də burada yazırıq. Artıq buradadır. Qiymətləri daxil etdikdən sonra nəticəni ekranda görəcəyik. Bu da 13-cü sual idi, səhv eləmirəmsə. Və nəhayət 14-cü sual və 15-ci suala gəlirik. Güvən sözünü 100 dəfə çap edən alqoritmin blok sxemini qurun. 100 dəfə güvən sözü çap olunsun. Bunu da yenə də fərqli üsullarla yaza bilərik. Mən belə yazıram. Deməli, ilk olaraq 100 dəfə dediyinə görə öncədən bizə dəfəsi bəllidir. Yeni bir ifadə daxil etməyə ehtiyacı yoxdur.
yoxdur. Sadəcə o aralığı verməli ki, 100 dəfə qiymət daxil oluna bilsin. Və bunu da daxil etməkdən ötürü yenə bizə bu lazım olacaq. Əgər yenə də while ilə yazsaq, başlanğıc bir qiymət götürək birdən. While'ın içərisində yazacağıq ki, nə qədər ki bu kiçik bərabərdirsə 100, o zaman güvən sözü ekranda çıxsın. Bunu yazırıq burada. Bu şəkildə yazırıq. İ'ni də təbii ki bir vahid artırmalıyıq. I bərabərdir I plus 1. İ'ni artırdıktan sonra gedəcək 100'ə qədər, 100 oldu. Bir dəfə də çıxardacaq və ondan sonra artıq 101 olacaq və dövr bitəcək. Dövr bitəcək, proses dayanacaq. Burada isə i'ni qeyd edə bilərik. Burada fərqli yenə yanaşmalar edə bilərsiniz. 0-dan 100'ə qədər 100 daxil olmadan yaza bilərsiniz. For-la yaza bilərsiniz. Əsas odur ki, o aralığı düzgün verməyə bacarasınız. Ümid edirəm ki, bu aydın oldu və bizim yazdığımız bir ifadə olsa, indi bu 100'ü azaldaq. İndi 100 10-la test eləməkdən ötürü 10 göstərək və baxaq görək ki, həqiqətən də 10 dəfə çıxdımı? Bunu bir qədər böyütsək bu şəkildə rahat görə bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 burada görə bilirsiniz. Amma məsələn şərtən 100 deyildi deyə biz də 100'də saxlayaq, okey dedik və bunda 14-cü sual olaraq qeyd etdik. Və keçid alaq 15-ci sual. Bütün iki rəqəmli ədədlərin içərisində tək olanların cəmini hesablayan alqoritmi blok sxemini qurun. Yenə də bu məsələni fərqli şəkildə yaza bilərsiniz. İlk olaraq düşünə bilərik ki, if ilə yazaq, təklər tapmaqdan ötürü. Amma if blokunu istifadə etmədən də yaza bilərsiniz. İlk iki rəqəmli tək ədəd 11 olduğunu nəzərə alıb 11-dən başlada bilərik və hər dəfə üstünə 2 gəlməklə biz bunu 100'ə qədər, yəni 100 daxil deyil, 100'ə qədər davam etdirə bilərik. Amma və yaxud da ki, yenə də ondan başladıb tək olub olmadığını yoxlaya bilərik. Seçim sizindir, məsələlərdə hər hansı şəkildə yaza bilərsiniz. Mən isə gəlirəm ilk olaraq bunları yazıram. Deməli, gəldik və bu bizə lazımdır. Burada yazıram ki, başlanğıc qiymət yazacağım. S bərabərdir, yəni 0, bunu tapırıq. i'nin də 11 olduğunu qeyd etdik. Burada da yazıram. I bərabərdir 11. I bərabərdir 11. Və bunu da bu şəkildə yazıram. Və bir daha məsələnin şərtinə baxsaq, tək olanların cəmini tapırıq. Burada da yazdığımız S həmin o cəmdir. Başlanğıc olaraq 0 yazmışıq. Və dövrü artıq verə bilərik. Dövrümüzdə də bu şəkildə yazıram. I kiçikdir 99, kiçik bərabərdir 99 yaza bilərik. 99 ən böyük deyək ki, iki rəqəmli ədəddir. Artıq 100 isə bu şərti ödəmir. Belə olduğu halda S bərabərdir, yazıram burada. S bərabərdir S plus I. I də neçədir? 11. Bunu gəlirik. Növbəti dəfə i'mizin 13 olması üçün I bərabərdir I plus 2 yazmağı unutmuruq. Bu şəkildə yazdıq və ən nəhayət S-i çapa verə bilərik. S-i çapa verdik. Və burada da yazırıq. S istifadə etdik, I istifadə etdik. Bunları da burada qeyd etmiş olduq. Və bizə 2475 qiymətini vermiş oldu. Bunu isə növbəti şəkildə yaza bilərik. Bunu save edək. 15-ci sual deyə. Əgər if ilə yazarsak, biz belə qiymət göstərə bilərik. Yenə də burada kiçik bir dəyişiklik edəcəyik əslində. 10-dan başlada bilərik. I bərabərdir 10 deyə bilərik. Və nə qədər ki bu şərt ödənilir, bu şərtin içərisində bir dənə if verə bilərik. Deyə bilərik ki, əgər i faiz 2 bərabərdirsə, 1-dirsə, təkdir. Düzdür? Və yaxud da ki, bərabər deyilsə 0-a, yenə də təkdir. Bu şəkildə yanaşmalar edə bilərsiniz. Bu sizə bağlı olan bir seçimdir. Mən hələ ki, belə yazıram. I faiz 2 bərabər 1-dirsə, o zaman bu işi görsün. Və bunu da yazıram bura. Yapışdırdıq bura. Və i bərabər i plus 2 yox, ilə i bərabər i plus 1 yazırıq. Amma bunu çöldə yazırıq. İfdən çöldə. Çünki bölünsə də, bölünməsə də i'nin artması lazım ki, ta ki gedib 99'a qədər çıxa bilsin. Bu şəkildə yazdıq. Yenə də yoxlaya bilərik. 2475 qiymətini burada da almış oluruq. Deməli belə, dəyərli yoldaşlar, güvən nəşriyyatına aid olan alqoritmlərdəki son hissədəki yazılı tələb olan sualların izahını verməyə çalışdım. Təbii ki, bu bir və ya bir neçə versiyada nümunə idi. Amma sizin də öz seçimləriniz, öz yazılış qaydalarınız ola bilər. Ümid edirəm faydalıdır, faydalanırsınız, yararlanırsınız. Kanala abunə olmaqla, videoları bəyənməklə, paylaşmaqla bizə daha çox dəstək ola bilərsiniz. Çox sağ olun, uğurlar arzu edirəm.